Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avan olsun, aşkım. Son, özünüzü seçəcəm. Nene qurban seni, başımız qarşıda, çıx. Dırmaş nenesi qurban olsun buna. Hə, stresi vur bir dənə. Oy. Hə, təfərə. Əziz izləyicilər, mən indi əsil şamaxı halvası pişirəcəm. Sündü niski halvadır bu. Umacla eləyəcəm. İndi bəlkə biraz şuluqluq eləyəcəm. Umacın sütlə eləyəcəm. Bunun üçün mən götürmüşəm 1 kilo fəsoxdur. Şəkər tozu. 2 stəkan ona 2 stəkan yarım su tökürəm. Oy, yarım. Hə, bunu qoyacağım mən qaynamağa. Xırda qoyacağım. Elə qaynar tökəcəm. Yandırıram altı. Bircə burun qaynayacaq. Qaynar tökəcəm umacımın üstünə. 750 qram undur. Bax, ona bir çimdik belə duz səpdim. İndi mən umac düzəldəcəm. Keçən səfər bişirmişdim. Unla yağı umac eləmişdim. Allah köməyiniz olsun. Hamınız baxırsınız. Biriniz də bir dənə negativ söz demirsiniz. Allah köməyiniz olsun. Baxan gözləriniz var olsun. Can Türkə elədiyiniz duaları Allah Teala yönətsin öz balalarınıza. Mən hamısına dua edərəm uşaqların. Can Türkün əməlləri də çoxalır. Bu gözümün işığı. Benim üçü getirdim. Umaz düzəldirsən beləsinə. Analarımız, qaynanalarımız hamısı bilir. Xəlbirdən də keçirdirsən. Lap 2-3 saat qabağa umacı eləyib qoysunuz, lap yaxşı olar. Quruyub dənə-dənə olur. Amma eləyib elə qoyura da bilərsiniz da. İndi bu dəfə əritdiyim nehrə yağı ilə eləyəcəm. Həmişə alınmış sirvisini yağla eləyirəm. Həmişə yoxda arada bir. O gün koyduğumuz, kanalımıza koyduğumuzu alınma yağla eləmişdim. Ama bu əritdiyim nehrə yağı. Hazırdır. Umacım. Lap bu belə bekar adamlar oğuşdurub çoxlayıb elə əldə də xırda umac düzəldə bilərlər. Ya Allahım. Axırıncını keçirdim məxərlidən.
Qəlbimin qıraqlarında yəqin olur. Mən dəsmala elədim ki, biraz da nəmi çəksin. Görəşən eşir. Görəşən eşir. Bax, mən əccələni çıxartdı. Baş aşağı tut be. Ədə buyda, bacaqsan, ay Allah. Hə, yağı atıram, tabiya, hanı çəkçirim. Düz qızıl kimi yarım kilo yağ yandırdım aldım. Yağı ərisin. Tavuk verə bilir. Əziz izləyicilər, bax yağım əridi. Tortasız yağdır da, yəni ərinmiş. Təmiz meyvə yağı. Sıvı. Mən dəsmala qoymuşdum ki, biraz nəmi geçsin. Yağ. Hə, gəl görüm nə oldu? Gəl bura nənə burada. Bir də indi görərsiniz belə yağ qaynayır, çoxdur, amma yox da, normasıdır. Boşqabın qırağına bir damcı da yağ çıxmır. Bizdə də uşaqlar elə xoşlayır ki, yağı çıxmaz. Allah dünyamızı salamat eləsin, balalarınızın xeyrində salasın. Elədiyiniz əhdəriz yerinə yesin, salasın. Eyni bu çeki ilə süz un halvasında 2-3 cürdə umaclar var da, umac halvası ilə halvasında eləyə bilərsiniz. Hamısı öz yerində. 1 kilo pesok, yarım kilo yağ, 750 gram da un. Halvayı pişirməyinə var ki, indi qoğrulacaq. Şirinim də bir damcı qaynasın, limon duzu atmayacaq. Bu dəfə. Ben qabaq çəkmişdə limon duzu var idi. Çəkmişdə sündüdə limon duzu var idi. Yox. Xırda bax qazanın dibində tavan qoğrulur, qızartır da yəni. Amma çox qızartmırıq. Elə bölgə var ki, qıpqırmızı eləyir. Hələ üstəcə doşab da tökür. Sonunda hamısı halvadır. Bərəkətinə qurban olum. Allah onun bərəkətini bizə çox görməsin. Gəl nənə ilə danış. Gəl. Qızarışırlar. Mən bu tavalar nazikdir. Söndürüm bir dəqiqəlik. Biraz yana tökürəm. Biraz yanasını sarı kökünü tökürəm. Arkan qarşı ilə biraz yana tökmə. Tökdüm. Deyəsən, biraz yanasını xoşlamadı. Biraz yanasız da olmaz axı halva. Sarı kök də qatıram. Təzədən yandırıram. Bir çıdan da ədəbaları ilə qovuram. İstəyən darçın da qata bilər. O gün mən qatmışdım, rəngi tünd olmuş. Bu razyanə ilə sarı kökü şirnisinə də qata bilər. Və içində bir dənə də yumruq qalmayıb. Əgər istəyən, bu da təzədən xəlbirdən, siloslandan keçirdə bilər. Mən keçirtməyəcəm, ehtiyac yoxdur. O gün pişirdiyimi keçirtmişdim. Belə xordun şam kimi eləyəcəm.
Şirinisini bir tökəcəm, bir dəqiqə qalacaq, qalmasından söndürəm. Şirinisi də altı yanığı burada, qaynardı belə. Bu qaldıraq. Tam hazırdır. Altı şam kimi eləmişəm. Şam kimidir. Şirinisi tökürəm. Ya Allah'ım bilədə. Sınırlar, sınırlar, sınırlar. Qurban olma Allah'ın adı. Qolun yanar. Evet. Balalarınızın xeyir işində salasınız. Allah heç kimi peşman eləməsin. Qurban olum Allah'ın adına. Hə, altın söndürdüm. 5 dəqiqə qalacaq 10 dəqiqə. Şirin çəkəcək cana. Razyana iyi götürüb buraları. Şamaxı razyanası deyil, Şamaxıda halvasıdır. Düzdür, nənələrimiz ocaqda pişirirdi. Anam bir həmişə ocaqda edirdilər. Qaz yox idi, o vaxtı balonla qazı. Hə, topa gücü qoyun altına. Hə, bir çıxan qalacaq. Özünü tutacaq, ona yığacam boşqabda. Əziz izləyicilər, bir hardasa yarım saat keçdi. Ayten Zantöçə yemək verdi. İstedi, amma tam da o qədər daha isti deyil. Qəşəng də halvası çıxıb, ha, kişmişdi elədi. Düzdür, biraz elə bir ki, yağı çıxdı. Yağı da fikirləşirik səhərdə gəlin qaynana ki, niyə çıxıb? Düşdə zalim orası. Hə, yağı niyə çıxıb? Ərinməmiş yağdan da eləyirik, halda. Bu ərinib hazır dağ olmuşdu da, yəni bunun yağı çoxdur da, torta yoxdur içində. Ona görə yağı biraz çıxdı. Yağı çıxmamalıdır. O birisi yağdan eləyəndə mən bir damcı da boşqaba yağı çıxır. İndi bəzək vuracam. Allah hamımızın sürfəsinə bərəkət versin. Balam nə olur? Halvada nə olur? Dadına bax nə olar ki? Çək bir damcı qoyma izini. Uy, basını bax, bax. Tatlıdır canı üçün. Seni yaradana qurban olsun. Nədir canım? Ay maşallah, ay maşallah. Balama qurban olsun nənəsi. Cici nənəsi, cici nənəsi. Gəl birində bəri. Hələm şeysin ağzını açmıyor. Yalayır, yalana güya. Ay maşallah, ay maşallah. Maşallah, balama maşallah. Aferin sarı ne balam. Uy sarı ne balam. Bu sarı baş balam. Seymur əmsinə oxşayır balam, Seymur əmsinə. Oy maşallah, ay maşallah. Hadi ara qaçırsan düşdü yerə.
Zalim balası. Ay maşallah, ay maşallah. Balama maşallah. Əməlləri özündən yeyəcəm. Açdı ye. Aşağıdan açdı. Saxla biraz. Gülü. Nene qurban sənin gülüvə. Uy boşuva dönüm. Uy, deyən elə yox da, topuşmadı deyən. Belə. Hə. Ay maşallah balamın gülünə. İndi geçəylə bırax. Nə olar? Nənə qurban. Deyən boşuva dönüm. Deyən əlinə vurma. Əli vurma. Ha, çət bura. Cəbdə bu ilə elə. Bax. Deyən can tut. Yumruq gələcəksən qulağın dinlə. Buna bax tut belə. Hə, gəl bura. Gəl buna bax. Qarma stolu bastı apardı o özü. Yəni əli vurma da. Bax belə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ura! İndi gəl mənim qudağımda otur. Şu barmağın gülməsin heç nəyə. Hə, ot burada. Bax, mənə sən bir damcı çay versin, ağzı şirin olsun. Bir damcı çay versin. Qaynar iç, qaynar içəcək. Soğuk iç, soğuk içəcək. Atasının əmlərini oxşayıb, hamısı qaynar çay içəndilər. Hə, daha qəşəngdir. İndi gözlə, gör bax, nənə nə verir. Buna bax, gül qoysun nənə, maşallah. Can. Hə, barmaq olmaz. Can tür, barmaqsız. Barmaqsız. Bu eləmişir. Əziz izləyicilər, Allah hamımız sürfəsinə hərəkət versin. Bizdə içində Allah dünyamızı salamat eləsin. Allah balalarımızı mərdimazardan uzaq eləsin. Allah əsgərlərimizi qorusun, komandirlərimizi qorusun. Bizi qoruyan, ölkəmizin keşiyində belə əməlli başlı, oğul kimi duran oğullara canım qurban olsun. Ay maşallah. Bir də qoyuruq bura. Can tuş, bir də qoyuruq bura. Heç nə yoxdur burada dağıdılasın. Seçirsən, sönsəli seç daha. Qoca tutmuşsan. Seçdim. Gəlin nənə bala bizim gülümüzü bəgənmədi. Hə, maşallah. Maşallah balamın güllərinə. Qabaq eləyə bilmirəm, can tökün əlinə. Nənələrə sağ ol, nənələrə sağ ol, bax sağ ol, belə elə. Elə nənə qurban, hə. Mən üçün eləyirsən, öz əli yoxdur. Özün üçün elə də nənə qurban. Tontuşumdur da mən, tontuşum. Sarbaşım. Yoxsa salam elə, sonra bizi nənə balı öldürəcək, yox. Hə. Ala bir dənə də çay verim, sağollaşaq. Olmaz, hər şeyə burnunu soxurur. Ay maşallah, afiyet olsun. Allah dünyamızı salamat eləsin. Balalarımızın xeyir işində çalası salvalarımızı. Allah dünyamızı salamat eləsin. Allah balalarımızı qorusun. Evində olmayanlara bundan versin. Allah əsgərlərimizi qorusun. Çox danışdım, edəyəsin. Gör mamon, özü şəhid elədi orada. Ona bax, belə. Gör mamon nədir? Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gününüz aydın olsun, avanda olsun. Həməd işdir. Salam əziz izləyicilər, xoş gəlmisiniz. Biz məktəbdən buraxılmışıq. Hə, qəşəng. Bu günləri jelatin pişiririk. Hə, mən işdir daha xoş. Nə tərsin, nə var, nə yox. Nə istədi? Nə var yox. Salam əziz izləyicilər, bu günləri jelatin pişiririk. Hə, əziz izləyicilər, bunların xahişı ilə jelatin dadır. Hə, Jelatin. Oy, balamın alması kötmüş. Al. Bunu ona da baxalım. Almaların qabını qəşəng soyacağım. Yarım kilo soyulmuş alma götürürəm. Biraz sakit. Yox, Yunusu da qoyma. Soldan aşağı. Boşluğa dönüm. Nə danış? 64 gram. Yunus, salam elə nənələrə. Hayır. Yunus, nənələrə salam elə nənə qurban. Şayan nənədə. Yalnız göründən. Ha, tut. Sen bir yere yapıyorsun. Tamam mı? Sen bir yere çık.
Yarım kilo soyulmuş almadır. Yarım kilo soymuş alma. Su tökəcəm indi bunun içine biraz. Pürüçümü pişirəcəm. Qarpız qoysan, nə bu? Ben elmanın birini uğuram. Koy yesin. Əziz izləyicilər, mən almanın qabığını atmıram, qəşəng-qəşəng yumuşam. Almamı pişirməmişdən heç. Bunun videoya aidiyyəti yoxdur, amma ətənə dedim burada çək. Bunu da sirkə qoyacağam. Almanın cücəkləridir, bax, tök belənsinə. Sapaqlı, tumlu, hələ. Aytən şüşələri siləndə, cücükləri siləndə istifadə edilir. Qəşəng də sirkəsi alınır. Yuvasan ancaq gülkümü ki, çiflənməsin. Gedir abidir. Tumu, sapağı, amma bir şərti var. Sirkəyə qoyanda ən böyük şərtlərdən biri odur ki, qabın təmiz yaxalayırsan. Zant uçunanla keçməsin. Sirkə anası atıram içinə. Son nene kurban olsun size. Dedir nazını. Su doldururam. Çok doldurmuram ha. Qabığım azdır. Böyle biraz daha alma sirkəsidir. Elə özüm koymuşam. Bu içeri kanalımızda da var. Şiy diye balam şiy. İki qaşıq pəsok dökürəm çünki alma dəmir kimidir. Heç şirinisi millisi yoxdur. Bahadır. Yunus olmaz. Qışqırmaq olmaz. Təmiz qaşıqla, indi uşaqlar başımı oynasır, qoymur qarışdırmağa. Təmiz qaşıqla o özə qoyursunuz kuxuna dəlizin altına. Axşamlar hamı öz uşağına verirdən verməyə. Qəşəng soyursunuz qabıqların, yoğursunuz amma. Beləncə kiloluğa azdır, kiloluğa qoy, çıxılı bankaya qoyun. İndi mən qoyacağım bu əlimin altına, tez-tez də qarışdıracağım. Əziz izləyicilər, bax qazı yandırdım, almamı qoyuram, su tökürəm biraz. Necə ki cem pişirirsiniz ha? Bir stəkan da pəsok tökəcəm. Armudu stəkanda qılıdır, tökülərin iskanlandır. Bizim uşaqlar şirini xoşdur. İskan yarım tökəcəm, ona görə şirini tökürəm. Siz şirini tökməyə də bilərsiniz. İndi bu bişsin. Tosunu necə cem pişirirsən ha? Bir çıkanı da pörtlənən kimi götürəcəm. Blenderdan keçirdirəm, biraz pişir. Şimdi kefiri biraz ben kesildim. Ha, bu değil pişir. Vallahi alma elə bir kalçukdandır. Yan bax istəyə qalacaq. Almazdır belə. Bakın bu əzəm. Belə kaşa kimi oldu. Şimdi mən tökəcəm bunu o birisi blenderimize. Bax belə çəkilib. Alma pürəsi kimi olub da. İçinə 2 paçka vanil tökülür. Birinci vanilləri tökün. Ölürlər, rəyləri gedir. 5 gramdır. Hə, Allah köməyin olsun. Hə, yavaş-yavaş yerə tökərsiniz. Yağmur ağır-ağır. Şimdi jelatin tökeceğiz. 2 paçka vanil tökdük. Hərəsi də 1 paçka Jelatin. 15 qramdır. 2 dənə 15 qramlıq yağmur tökün bura. Şurası da boy kulaklarına tökeceğiz. Mədrə qoy ağzından biləm yerə tökəcəksiniz. Yağmur tök. Bir tökəcəksiniz də gəlin. Hə, dəmədir. Deyəmədir. Mədir qoy göstərim sizə. Hə, də töküldü də nə var?
Heç bu jelatininiz burada sarı deyib. Tüvüzü də baxıyıb. İndi bunu tökəcəm mən bu xəmir yoğuranın blenderına. Çalsın. Yaxşıdır ya. İçinde barak mı? Bilərsiniz, mən dedim birdən yeməz uşaqlar. Ona görə az elədim. Uşaqlar. Oturdu. Aşağı eder. Koşar səni, Josan et. Mən qorxuram biraz koşar. Birinci ağına bura qoy. Hələ birinci. 10-15 dəqiqə tortun kremi ağaranacan çalırsan ha. Elənçi ilə də bu da ağarıncan çalacaq. Yarım kilo soyulmuş, doğranmış almadır. 2 paska vanil, 30-40 qram nə qram jelatin? Jelatindir. Çox hasaddır. Uşaqlar üçün mağazində satılır. 4 paska. 4 paska. Vanil 4 idi, mən şey dedim. 4 paska vanil töşdür. Bu çəkincən mən qabın stres qoyacağım. Gələcəm. Yapışdırma onu, onu götürəcəm buraya. Yapışdırma. Hasan qoyub sıxması üçün xaladelikdə qalacaq. Dayan. Az bir macal verin, da olmazsa bir zaman. Onun səsindən qorxur, sakit yanır. Oy oğlum. Söndürün. Su. Yaşı. Maşallah. Kızlar size bakın. Ağarı böreği. Çok istiyorum. Tökəcəm də bunu qabına. Töküb bunu bir qaba. Yaxşı çalırdı. Uşaqlar üçün mağazində satılır belə ağ pambıq kimi bir şey olur. Bahalı deyə 10-15 manat tutulur. Klonka keçirdirəm üzünə. Bir gün xaladelikdə qalmalıdır. Ki bərşsin. Bu klonkayı yapışdırdıq üstünə. Qoyuram xaladelikə bərksin. İndi sonra xaladelikdən çıxardıb göstərəcəm sizə. Əziz izləyicilər, alma çəpərimiz hazırdır. 4-5 saat handelikdə buzdolabında qaldı. Sardıcıda qaldı. Handelikdə. Handelik. İnan ki, uşaqların ürəyi partlayır. Mən malları sağ gəlirəm. Qoy kağızları qopardım. Gəlin, süs tamərimizi vurma onlara. Deyək. Bunu üstüdə elədim. Bu çəksin, ətən bacım.
göstər, bu yana qoyuruz. Əli qoymadan nə deyir? Hə, ağır. Ürəkləri partlayır, ancaq deyirlər biz eləyək. Hə, sürtə apar, mədiş, əli gözləyir. Yağmur çəkərsən uşağın əlinə düşür. Mədinin ağı yerləsin. Hə, yaxşıdır, şey oldu, paxlava oldu. Eləsinə qoy, mən keçərsin, siz də yığınlarına baxın, görürlər. Hə, götür dişləri mədiniz. Uşaqlar üçün eləyə bilərsiniz da. Tatlı değil mi Nuşum? Ne güzeldi, geçsimiydi, boğazıydı. Oy maşallah, ay maşallah. Boğazındakini olsun sonra. Əziz izləyicilər, siz də uşaqlar üçün düşürün. Mən fəsoxun çox dökmüşəm. Uşaqlar deyir, çox şirindir. Pişirin yerini çok. Sağ əli kəsəcəksən, mədi. Mən yağmur. Buyurun, hə. Hə, düz düşürün yermiş olsun. Pişirin yerini çok. Deyir ki, Allah əsgərlərimizi qorusun. Allah eşyalarımızı korusun.